Nasirin və Mu'in. Bugün də əqaid dərsindən inşallah bir haşiyə çıxacaq. Bəzilərinin xoşlamadığına rəğmən haşiyə bundan ibarət olacaq ki, Peyğəmbərimizin gətirdiyi İslam qanunları hansı özəlliyə və gözəlliyə malikdir? Fərqi nədir başqa qanunlardan? İmtiyazı nədir, üstünlüyü nədir? İnsan əgər ağılla, məntiqlə baxsa həyata, doğrudan İslam qanunlarına alternativ və ya ondan yaxşı qanunlar var ya yoxdur. İndi işimiz yoxdur ki, dünyamızda insanlar tərəfindən seçilmiş, qəbul edilmiş formalı qanunlar hökm sürür. Amma əsl həqiqətdə necə olmaz? İslam qanunlarının İslam qanunları başqa qanunlardan üstündür. Nədir üstünlüyü? Üstünlüklərindən ən mühümmi və ən lazımlısı budur ki, İslam dininin qayda qanunların insan yazmır. Bu ən böyük imtiyazıdır İslam qanunları. Biz ki, iddia edirik İslamın bütün dinlərdən üstünlüyü ondadır ki, bütün dinlər təhrif olunub, amma İslam təhrif olunmayıb. Bunun dolayısıyla mənası budur ki, bütün dinlərə insanın əli girib İslamdan başlayır. Əgər insan İslam dininə Quran məntiqi ilə yanaşsa, istənilən vaxt, istənilən səviyyədə İslam dininin qanunlarını çıxara bilər. Allah Teala söz verib qoruyacam və bugünə qədər qoruyub İslam. Və indinin özündə məlumdur bizə ki, hansı qanunlara, İslamın hansı qanunlarına insan əli daxil olub, hansına daxil olmayıb. İndinin özündə məlumdur. Yəni, bizim hədislərimizin içində bəzi hədislər var, bəzi xəbərlər var ki, Quran məntiqi ilə düz gəlmir. O da Rəsulullahın bir tərəzisi, mizanı, ölçüsüdür ki, qoyub hansı hədis, hansı xəbər mənim adımdan sizə deyildi. Əgər Quranla düz gəlsə, qəbul edin. Quranla düz gəlməsə, qəbul eləməyin. Və Quranla necə düz gəlib, necə düz gəlməməsi də nöqtəsinə, vergülünə qədər araşdırılmalıdır. Mümkündür, sən Quranın bu hədislə uyğunluğun dərk eləyə bilmirsən. O cür yox. Müzakirə olunmalıdır, asıllanmalıdır. Quran-ı Kərimin ayələri ilə hədislərin uyğunluğunun mənası bu deyil ki, hansı hədis Quranda yoxdur, deməli qəbul olunmalıdır. Xeyr, hansı hədisə Quran yox demir, qəbul oluna bilər. Hansı hədisin məğzinə Quran tərz təfəkkürü yox demirsə, o məqbul sayıla bilər. İslamın ən mühüm özəlliyi budur ki, İslam Allah tərəfindən göndərilib. Yaxşı, insan yazsaydı nə olardı ki? Əgər insan qanun yazsaydı, bir neçə fəsad üzə çıxardı. Biri, insanın baxış, uzaqgörənlik səviyyəsi məhduddur. İnsan uzaqgörənliyi kamil deyil. Yəni, insan həyatın sonraki mərhələlərində bu yazacağı qanunun necə effekt verəcəyini ancaq ehtimallara əsasən proqnozlaşdıra bilər. Və o da çox düz çıxmaya bilər. 99% mümkündür düz çıxmaz, 1% mümkün düz çıxmaz. Həyatda insana 10-15 dəfə verilmir ki, bir dəfə yaşa. Düz çıxması ki, o birini seç. O birini prov elə, təcrübə elə, yaşa. Düz çıxması ki, o birini mümkün deyil, bir dəfə həyat verilir.
Mən 70 il, 80 il bir qanunla yaşayayım. Sonra düz çıxmasın, başlayayım başqa qanunla yaşamağa. Ölüm gəlib haqlayacaq. İnsanın baxış dairəsi dardır. İnsanın uzaq görənliyi çox zəifdir. İnsan çox acizdir gələcəyi görməkdə. Ona görə də onun yazdığı qanunlar sonra nə effekt verəcək, o sual alır. Amma Allah Taala'nın göndərdiyi qanunlar belə deyil. Allah Taala üçün, Allah Taala'nın elmi üçün zaman maneə ola bilməz. Allah elmi üçün, ilahi elmi üçün zaman maneə deyil. Bizim üçün zaman maneədir. Çünki biz kainatın bütün hissələrin və formaların yaşamamışıq ki. Ona görə də bizim üçün zaman maneədir. İslamın üstünlüyünün əsaslarından biri budur ki, İslam dininin qanunları Allah tərəfindən göndərilib. Allah gələcəyi bizdən qat-qat yaxşı görür. Hansı qanunun, hansı müsbət mənfi təsir edəcəyini hamıdan yaxşı bilir. Ona görə də Allah Taala'nın yazdığı qanunla insanın qanunu müqayisə oluna bilməz. Çünki insanın qanunu əslində heç qanun deyil ki, insanın qanunu hadisələrlə dəyişir. Amma Allah Taala'nın qanununda yox. Nöqtəni qoyub. Ki, bəs bu qanunla yaşasaz, qiyamətə qədər bu qanunla yaşasaz, xoşbəxtlik var. İslamı göndərib, buyurub ki, bu İslam qanunları qiyamətə qədər sizi necə lazımdır təmin edəcək. Hətta o qədər gözəl təmin edəcək ki, bəlkə siz zaman keçəndən sonra onun gözəlliyini dərk edəcəksiniz. Mümkün İslam bir qanunu olsun, o qanunu biz indi məqbul saymayaq. Gələcəkdə başa düşək ki, doğrudan bu qanun olmalıymış, ha. Bu qədər İslam qabaqdır. İslam nəinki 14 əsr bundan qabağın İslamıdır. İslam neçə əsrlər bundan sonrağın İslamıdır. Eyni zamanda indini də 14 əsr qabağı da sonrağını da idarə etmək bezrazmerliyinə malikdir. Bu bir məsələ. Digər bir məsələ bundan ibarətdir. Nə üçün İslam qanunları, ilahi qanunlar, yəni İslam elə ilahi qanunlar, insan qanunlarından üstündür, digər qanunlardan üstündür. Yəni digər deyəndə insan qanunudur. Çünki bütün o dinlər ki, İslamdan qeyridir, hamısında insan barmağı girib. Amma İslam dinində insan mədxəliyyəti yoxdur. Siz baxmayın ki, iddiaçılar yalandan iddia edirlər. Bəli, Peyğəmbər yazır, Peyğəmbər deyib falan. Bilsən, onlar sözdən pul qazananlardır. Onlar söz oynadıb nüfuz qazananlardır. Onlar xoşuma gəlirlə yaşayanlardır. Ağlıma gəlirlə yox. O da bir variantdır. Digər bir xeyri nədir? Fərq nədir İslamın qeyri-qanunları? Bundan ibarətdir ki, Allah Taala'nın bir xüsusiyyəti var. Allah Taala'nın nə kimdənsə şəxsi qərəzliyi var. Nə kimindənsə çox dostluğu var, düşmənçiliyi var. Nə maddi marağı var, nə mənəvi marağı var. Heç bir marağı yoxdur. Allah Taala tərəfbaz deyil. Allah Taala qohumbaz deyil. Qohumu yoxdur, tərəfi yoxdur Allah Taala. İnsanda bunların hamısı var. İnsan qanun yazısı mütləq bir hissi ona mız qoyur. Ya qohumu nəzərə alır, ya qardaşı nəzərə alır, ya həmvətəni nəzərə alır, ya xoşuna gələn şeyləri nəzərə alır, ya öz maddi maraqları, mənəvi maraqları nəzərə alır, nə isə nəzərə alır, ya vətənini nəzərə alır, işimiz yoxdur. Biz ümumi qanunla danışırıq. Bir millətdən çıxmış bir islahatçı, bir qanun yazan, mümkündür öz milləti üçün əla qanun yazsın, başqa millətləri məhv edə bilər. Allah Taala'da bu şeylər yox. Bizim xoşla işləməyimizin ən bariz nümunələrindən biri budur. 2 nəfər gəlsin, burada söz danışsın. Biri xoşumuza gələni danışsın, biri ağlabatanı danışsın. Ağlabatan sözdə yatacaq, xoşumuza gələn sözdə güləcək. Biz beləyik. Hansı şairi daha çox bəyənirik? Hansı şair daha çox xoşa gələn söz deyir? O bir şair görürsən, heç bir xoşa gələn söz demir. Amma çox dəyərli söz deyir. Qəbuldur, məqbuldur. Niyə görə biz dahi irfani əsərlərdən, məsələn, opera düzəldirik, konsert veririk, musiqi, mahnı oxuyuruq, Füzulinin qəzəllərin götürüb bir dənə, məsələn, bar qızı
mahnı kimi oxuyur. Niyə? Çünki Füzulinin ilahi tərəfin bu xoşlanır. Bu bir tərəfin xoşlayır. Neynir? Xoşluyur. Xoş. Ancaq xoş. Heç kəsin vəzinə deyil ki, Füzuli məsələn deyil məzmununda hansı hədis və ayələrin məzmunun nəzmə çəkib. Maraqlanmırlar da. Füzuli şedərb yaradıb. Nədir şedərb? Leyli ilə Məcnun ölürdülər bir-birəyik. Niyə belə fikirləşirik? Xoşumuza gəlir. İndi görürsən, bir yəni də haşiyənin içində haşiyə çıxında icazə versən də qardaş. Görürsən, bax, indi düşüblər xalturşik müğənnilərin üstünə, düzələmirsiniz, filan edirsiniz. Nə bilim, aktyorlar düzələmirlər, səviyyəsizləşdiriblər, nə ediblər, filan ediblər, bəsməkə ediblər. Amma bir nəfər durub demir ki, qardaş, elə əvvəlki aktyorların işi, əvvəlki müğənnilərin işi, o da İslam baxımından düzgün deyildi. O da elə sizin xoşunuza gəlirdi. İndi də təzə xoş çıxıb. Təzə xoşa gətirənlər çıxıb, xoşlarına bu gəlir. Hə, necədir? Bunda bu xoşuna gəlir. Sən məktub aldın, o variantın xoş gəlir sənin. İndiki müasirdə bu variant xoş gəlir. Əgər qərar olsa ki, xoşla irəliləyəcəyik, hamısı xoşdur. Niyə onun xoş gəlmir? Yox, əgər qərar olsa ki, ağılla, məntiqlə irəliləyəcək, heç bir məqbul deyil. Aktyorluq məqbuldur. O zaman məqbuldur ki, aktyorluq mesajı çatdırsın. Musiqi məqbuldur. O zaman məqbuldur ki, musiqi mesajı çatdırsın. İndi mahnılar musiqilər üçün yazılır. Qabaq musiqilər mahnı üçün yazılır. Qabaqlar belə idi ki, bir nəfər şair qəşəng bir şeir yazmışdı, mənanı ifadə eləmişdi. Musiqi düzəldirdilər ki, mən necə edeyim ki, bu sözü şirin formada xalqa çatdırım. Sonra xarab oldu da. İndi isə qəşəng musiqi bəstələyir. Deyir, necə edeyim ki, bu musiqinin əhval-i ruhiyyəsinə uyğun bir dənə şeir yazım. Qabaq musiqi və sənət, incə sənət müəyyən həqiqəti xalqa çatdırmaq üçün idi. İndi isə iki proses baş verir. Bir, həqiqətlər, daha doğrusu həqiqət olmayan mövhumatlar, faktlar, obyektlər, musiqini çatdırmasını işlədilir. İkincisi isə həqiqətlər yox, yalanlar. Məsələn, yaxınlarda bir Almaniya teatrı var. Peyğəmbərlərin debatını səhnələşdirib, bizim Peyğəmbərin, yox filan Peyğəmbərin mübahisəsi filan və Əliyyəzbillah, estağfurullah, bir güya ki, başrolda oynayan iki Peyğəmbərin kəsik başını qoyub qabağına onlarını söhbət edir. Yəni, bu rejissorun mesajı budur ki, mənim üçün ehtiram hüdudu yoxdur. Hər şey hissatdır. Əlbəttə, bu tamam qəbul eləmir. Onun özünə qarşı işlədilsə bu, qəbul eləməz. Niyə görə çəkdim bu misalı? Demək budur ki, biz xoşla yaşayırıq. Buyur. Məsələn, bəzi adamlar deyirlər, çox yaşayır. Biz xeyr olmaz, xoşunla yaşamalı deyil. Onun izahı çox geniş formada. Biri budur ki, bax, əgər hər kəs öz xoşuna yaşasa, bu məntiq kimi qəbul olunsa, xoşlar toqquşacaq. Bu zaman dava-dalaş başlayacaq, xoşa gəlməyən şeylər başlayacaq. Ora gəlib çıxmaq. Mümkündür. Məsələn, bir müğənnidə var. Mənim mühakimətdən xoşum gəlir. Deyirsən ki, saniyyəsi olan bir məsələn, mən buna xoşum gəlir. Məsələn, niyə buna qulaq asılır? Çünki ziyanı var. İnsanın əbədi xoşbəxtliyinə ziyandır. Başqa şeylərə ziyandır. O başa düşmürsə, o demək deyil ki, biz İslami həqiqətləri endirməliyik, onun səviyyəsinə, yeritməliyik onun boğazına. Körpə uşaq kababın dadını bilmirsə, biz kababı ləğv eləməyəcəyik ki, uşağı böyüdəcəyik. Diqqət eləmədin. Heç bir uşaq böyümək istəmir. Uşaq diş çıxarır, ha? Asan çıxardırdı ki, əziyyətlə çıxardırdı. Amma çıxardmalıdır. Bu dünyanın qanunlarıdır.
İnsanda potensiallar yaranıb bu qədər. Mənəvi daxili, hə? Daxili qüvvələr var, külli miqdarda. Bu heyvani həyat üçün yaranıb bu qüvvələr. Yox, insan əqli məqbuldur, məqbul deyil. Həmin o xoşuna yaşamaq istəyən adam, o xoşuna gəlmədiyi şeylərdən biri də ölümdür, düzdür? Bir də budur ki, onu döyməsinlər. Niyə döyməsinlər? Çünki ağıl deyir ki, sən başqasını döyə bilməzsən, haqqın yoxdur buna. Eyni zamanda Allahın haqqını poza bilməzsən, boş-boş musiqilərə qulaq asmaqla. Eyni zamanda öz gələcəyi, öz üzvləri, ruhu, cismivi məhv eləyə bilməzsən elə günahlar eləyə bilməklə. Və eyni zamanda hər bir işin başqalarının təsiri var. Başqalarının yoldan çıxarda bilməzsən o işlərlə. O uzun söhbət, çox söhbət. Uzun yox, çox söhbət. Açıq aydındır. Ona fikirə baş salmaq lazım ki, sənin ruhun xəstədir. Sənin mənəviyyatın xəstədir. Xəstə adam həmişə xəstəliyinə ziyan olan şeyləri xoşlayır. Bunu deyə kifayətdir. İslam qanununun digər qanunlarla digər bir fərqi bu. Birinci fərq bundan ibarət ki, İslam qanunu zamanın bütün mərhələləri nəzərə alır. O bir qanunlar yox. İkinci fərq bundan ibarət oldu. İlahi və İslami qanunlar qeyd olunanda, yazılanda, qərarlaşdırılanda heç bir maraq, qərəz filan nəzərdə tutulmur. Ancaq insanların xoşbəxtliyi nəzərdə tutulur. Ümum insanların xoşbəxtliyi. Bir-birinə mane olmadan xoşbəxtliyi. Allah Taala'nın qanunları belədir. İnsanların isə qanunu belədir ki, mütləq nəsə ortalığa bir şey qoyulur. Ya maddi maraq, mənəvi maraq qoyulur, ya vətənpərvərliyin ifrat həddi qoyulur, ya nəsə. İstənilən bir şey ona mane olur. Üçüncü fərq bundan ibarətdir ki, İslam qanunları insanı bütöv nəzərə alır. Bütöv. Həm mənəviyyat, həm maddiyyat. İnsanın həm cismani xoşbəxtliyi, həm ruhani xoşbəxtliyi nəzərdə alınır, nəzərdə tutulur. İslam qanunlarına əsasən insan yaşasa, həm bu dünyada, həm axirətdə ən xoşbəxt insan olur. Ən xoşbəxt insan. Amma digər qanunlar belə deyil. İnsanın mənəviyyatından da maddi həyatına imdad üçün, kömək üçün istifadə olunur. Nəinki mənəviyyat məqsəd olsun. İslam qanunlarından qeyri-qanunlar, İslam qanunu olmayan qanunlar belədir ki, insanın ancaq maddi dünyadakı ləzzətləri nəzərə alır. Maddi dünyadakı əgər adını xoşbəxtlik qoymaq olarsa, xoşbəxtliklərini nəzərə alır və s. və ilə. Amma ilahi qanunlar, İslami qanunlar insanı bütöv nəzərə alır. Və İslami olmayan qanunlar o tərəfi nəzərə ala bilməz, o mənəviyyat. Çünki nə xəbəri var ki oradan? Onu uzaqbaşı insan yazacaq, insanın da mənəviyyatdan xəbəri yoxdur ki. İnsan hansı maddi ölçü ilə, meyarla hesablaya bilər ki, bəli, insan namaz qılsa bu mənəviyyat gələr adama. İnsan maddiyyatında namaz nədir? Digər bir fərqi budur ki, İslam qanunları ilə digər qanunların mühüm bir fərqlərindən biri budur ki, İslam qanunlarında insan fərdi surətdə də xoşbəxt ola bilir, ictimai surətdə də. Əgər İslam bir cəmiyyətin qanununa çevrilsə, o cəmiyyət ən ideal, ən xoşbəxt, ən qüdrətli, ən təmiz, pak cəmiyyət olacaq. Bir nəfər pis cəmiyyətin içində şəxsən İslam əməl eləsə, o da həmçinin ən ideal, ən xoşbəxt, ən kamil şəxs olacaq. Amma digər qanunlar belə deyil. Bu 4 fərq İslamın digər qanunlarına fərqidir ki, inşallah yazacaqlar. Yazın. İslamın digər qanunlardan üstünlüyü. Birinci üstünlük. İslam qanunları Allah Taala tərəfindən yazılıb. Odur ki, zamanın bütün mərhələləri nəzərə alınıb. Çünki zaman Allah elminə mane ola bilməz. Lakin digər qanunlar insanlar tərəfindən yazıldığı üçün bu qanunların gələcəkdə hansı effekt verəcəyi dəqiq məlum deyil. Çünki zaman insan elminə mane ola bilir. İkinci üstünlük. Allah Taala'nın yazdığı qanun olan
İslam məhz insan xoşbəxtliyinə qulluq edir. Çünki Allahın heç bir marağı yoxdur. Digər yazılan qanunlar isə təcrübədən də göründüyü kimi kimlərinsə marağına qulluq edir. Üçüncü fərq, mən çox qısa-qısa yazdırıram ha, indi siz bu mövzuların hər birini tarix baxımından araşdırsınız, görəsiniz ki, doğrudan da qovğadır. İlahi qanunlar toplusu olan İslam insanı bütöv şəkildə, yəni həm maddi, həm də mənəvi baxımdan nəzərə alır. Çünki Allah tərəfindən yazılıb. Digər qanunlar isə insanı yarımçıq nəzərə alır. Yəni mənəviyyatını nəzərə almır. Çünki insan tərəfindən yazılır. İnsanın isə mənəviyyat aləminə Allahsız yolu yoxdur. Dördüncü fərq. İlahi qanunlar həm fərdi, həm də cəmiyyəti xoşbəxt etmək iqtidarındadır. Digər qanunlar üçün isə mütləq lazımı cəmiyyət lazımdır. Yəni, digər qanunlara əməl eləmək üçün gərək ideal cəmiyyət olur. Yox, sən tək başına əməl eləsin, nə bu dünyada xoşbəxt ola biləcəksən, nə o dünyada. Bu dünyada xoşbəxt ola bilməyəcəksən, çünki cəmaat sənə mane olacaq. O dünyada xoşbəxt ola bilməyəcəksən, çünki o dünyada sən vəbşi işin yoxdur ki. Şərait lazımdır. Şərait lazımdır. Amma İslamın qanunları şərait lazım deyil. Çünki kainat pisdir. Həzrət Lut əleyhissalam dövründə hamı ləvvat idi. 2 nəfərdən başqa, Həzrət Nuhun özündən başqa, Həzrət Lutun özündən başqa. Və o peyğəmbərliyin davam edib xoşbəxt oldu, kainatın əşrəf peyğəmbərlərindən oldu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.